Keçmiş Sovetski kimi tanınan ərazidə söküntü işləri aparılır. Söhbət Bakının Yasamal rayonundakı Nizami Erza Quliyev, Nabataşulbəyeva, Çingiz Mustafayev və Mirzə Əliyev küçələrindən gedir. Proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır. Çoxsaylı arxitektur binaların, mədəni tarixi abidələrin mövcud olduğu bu ərazilərin bir hissəsində yeni park salınacaq. Maraqlıdır. Növbəti söküntü işləri hansı ərazilərdə aparılacaq? Bu barədə Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlı qısa xəbər azı açıqlamasında bildirib ki, şəhərin inkişafı məqsədilə nəzərdə tutulmuş söküntü və yenidən qurma işləri dövlətin imkanları və cəlb olunan investisiyalar hesabına mərhələli şəkildə icra olunur. Bakı şəhərinin baş planında konkret olaraq söküntü və yenidən qurma nəzərdə tutulan ərazilər müəyyənləşdirilib. Bu ərazilərdə olan köhnə və yaşayış üçün əlverişsiz tikililərin qanunvericilik əsasında sökülməsi prosesi həyata keçirilir. Bu proses bir gündə və ya birdən-birə reallaşa bilməz. Baş planın icrası böyük resurs və zaman tələb edir. Hazırda bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sistemli işlər aparılır. Ekspert əlavə edib ki, qəzalı vəziyyətdə olduğu rəsmən təsdiqlənmiş binaların söküntüsü də Nazirlər Kabinetinin qərarları əsasında həyata keçirilir. Bu da həm şəhərin təhlükəsizliyini, həm də müasir urbanizasiya tələblərinə uyğunluğunu təmin etməyə yönəlib. Söküntü yalnız baş planla deyil, həm də müvafiq dövlət qərarları ilə tənzimlənir. Əgər bina qəza vəziyyətindədirsə, onun sökülməsi zəruridir və bu, vətəndaşların təhlükəsizliyi baxımından vacib addımdır. Ramil Osmanlı qeyd edib ki, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsmit, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır.